Hoş gördük değerli izləyicilərimiz, bizim Şimal bölgemiz, Xudat təhlimiz, cəmaatımız. Artıq Xudat City Futbol Akademiyası olaraq 2 ilə yaxındır fəaliyyət göstəririk və bu müddətdə də bizə dəstək olan, dəyər verən kifayət qədər insanlar, dəyərli əhatəmiz oldu və bugün də həmin günlərdən biridir. Hal-hazırda Xudat şəhərində elm kurslarındayıq. Məlumat üçün bildirim ki, elm kursları 2013-cü ildə Azərbaycan Respublikasında yaranmış, təşkil olunmuşdur və 2019-cu ildən Xudat şəhərində əhalinin, övladlarımızın elminin gücləndirilməsi üçün təhsil ocağı kimi istifadəyə verilmişdir və çox maraqlı, xoş xəbər ondan ibarət ki, elm kursları bugündən etibarən Xudat City Futbol Akademiyasının sponsorudur, köməkdarıdır, arxadarıdır demək olar və biz bu günləri həmin elm təhsil mərkəzində, elm kursları mərkəzində sizinlə xırda bir təqdimat olacaq, çox xahiş edirəm və mənim yanımda elm kurslarının psixologu, real müəllim var və amma xeyirli olsun, uğurlu olsun, kurslar, övladlarınız xeyirli olsun. Çox qısa istəyərdim sizdən ki, bu kurs haqqında məlumat verəsiniz, keçən illəri nə qədər abonentiniz qəbul oldu və bunlar həqiqətən şərtlərdir, bax siz beşikdə saniyə buyurun. Mən də sizlərə xoş gəldin demək istəyirəm, elm kurslarımıza. Və kurslarımız barədə siz zaten məlumat verdiniz, 2013-cü ildən Azərbaycan Respublikasında fəaliyyət göstəririk. Keçən ilki bizim 64 abituriyentimizdən 63 qəbul olmuşdur. %99. Bəli. Biz zaten 2 il ərzində bizim kurslarımızda gələn, hazırlaşan uşaqlarımıza 100% garanti veririk. Zamanət veririk. Qəbul olmadıqları təqdirdə onların ödənişi geri qaytarılır. Deməli, 2 il ərzində ödədikləri ödəmiş Geri qaytarılır. Bəli. Məncə bu çox gözəl. Mən ilk dəfə əlavə edim ki, həqiqətən mən ilk dəfə bir kurs ki, mən işləyirəm ki, 2 il övlad gəlsin, kursa təhsil alsın, ali məktəbə girə bilməsin və onun pulu qaytarılsın, həqiqətən alışalar. Nəticələrimiz reklamımızdır bizim. Mən həqiqətən uğurları biz eşitdiyizən insana biz də qürur duyuruq ondan, çünki Xudatımızda belə bir yer olmalı sevindiricidir. Biz ətraf rayonlarda kurslar falan var, ancaq Xudat şəhəri üçün bu bir işdir, bu bir uğurdur. Və sizin də bizim Xudat futboluna dəstəyiniz bizi də sevindirir. İnşallah ki, o haqda da sözünüzü bağlamaq istəyirəm və istəyirəm ki, bildirim ki, Xudat Futbol City Akademiyasından Xudat City Futbol Akademiyasından gələn futbolçularımıza, abituriyent olan, şagird olan uşaqlarımıza biz xüsusi endirim paketləri nümayiş etdiririk. Maşallah. Bu da bir bütün bizim futbolçularımız üçün ətraf kənddə, rayonda uşaqlar üçün bir sürpriz olsun ki, əgər elm kurslarında qatılsanız, burada müəllimlərin onların biliyindən yararlansanız, olunacaq aylıq ödənişə, müəyyən güzəştlər olunacaq sizə. Bu da kurs hədəfindən bizə verilən dəyərdir. Həqiqətən çox sağ olun, təşəkkür edirəm. Və dəyərli izləyicilərimiz, dəyərli bizim futbol həvəskarlarımız, bugün bizim inşallah elm kursları region liqasına dəstək məqsədilə, akademik dəstək məqsədilə bir ilkin iş kimi özlərinin bizə təqdim elədiyi bir formalar var. Futbol forması çox xahiş edirəm. Onun üçün Nazir müəllimə təqdim edeyim, akademiyamızın vitse-prezidenti. Xeyirli olsun. Sizin də sözlərinizi eşitmək istərdik. Xeyirli olsun. Sizə bir şey qeyd etmədiniz, bir şey qeyd etmədiniz ki, əgər onlar bizə, bizim şagirdlərimizə, oyuncularımıza təhsil haqqını yarı ödəməklə kömək edərsə, biz də eyni zamanda burada təhsil alan hər bir kəsə də eyni zamanda bizdə futbolçu olsalar, bəli, biz də çox qəşəng, yəni burada təhsil alan əgər uşaq bizdə də futbolçuysa, biz də ona eyni güzəştə eləyəcəyik və burada da söz veririk. Mən xeyirli olsun. Xudat City Futbol Akademiyasının region komandasının rəhbəri Əli Elmiyeva təqdim edir. Əli mənim xeyirli olsun, şəhərli olsun. Göstərin, arxa fonu göstərin, deməli elm kurslarına. İnşallah bu təqdim elədiyi formalı, yəni bütün komanda üçün bilən ön tərəfin, onlara elə xeyirli olsun. Deməli kursun logosu, öz logomuz, hər şey. Və mən bu arada elm kurslarının Xudat şəhər nümayəndələrinin rəhbəri Emil
qardaşımıza Emin müəllimə təşəkkür bildirirəm. Emin Ellərov, Allah əziyyətinizi itirməsin, çox sağ olun, dəyər verirsiniz. Qafarın müəllim, bəlkə sizdən də bir xeyirduanızı eşitək, çünki biz o çətin günlərlə, çətin saatlarla başlamışıq. Elə sizdən də bir xeyirduan. Hər ikisinə xeyirli olsun. Elədiyimiz şey ancaq Xudafizundur. Həqiqətən də fərq edici bir şeydir bugünkü gün buraya yığışmağımız. Belə deyək, hamımız bir yerdə, bir yerə qulluq eləməyimiz, bizi təhsil və idman birliyi də həqiqətən də güclü olacaq. O bizim gələcək Xudafizumuz üçün həqiqətən də uğurlu gənclər üçün. İnşallah. Çok uğurlu, xeyirli olsun. Mən təşəkkür edirəm sizə də. Sağ olun. Allah razı olsun. İnşallah. Mən təşəkkür edirəm. Həmçinin bildirmək istərdim ki, Xaçmaz rayonunda yerləşən Everest Psixologiya Mərkəzi adından hər zaman futbolçularımızın oyundan öncə həyəcanlarını bastırması üçün psixoloji dəstək göstərməyə hazırıq və biz də özümüz Everest Psixologiya Mərkəzi olaraq sizlərin yanındayıq. Çox sağ olun, təşəkkür edirəm. Həqiqətən də bu futbolçularımız üçün önemli bir andır. Psikolog məsləhətə ehtiyacları olur və bu da dəstəyi də bizə verdiyinə görə Everest Psixologiya Mərkəzindən o rəhbərinə həqiqətən təşəkkür Və hər kəsi buradan çağırış eləmək istəyirəm. Xaçmaz, Xudat, Şimal zonasında olan iş adamları var, hansısa firma rəhbərləri, Bəli, firmalar var. ola bilər. buyurun siz də dəstək bildirə bilərsiniz Xudat City Akademiyasına. Hər zaman bu qədər. Təşəkkürlər. Sağ olun. Biz 10 nömrədən bir nömrəyə doğru davam edəcəyik.